sizin qızınız, maşallah, Mehrini götürək. Bəli. Sizin nəslin davamçısıdır. Davamçısı, Təşəkkür edirəm. Çox sağ olun. Amma görürsünüzmü, siz necəsinizsə, o cürdə davam edir. Mən düşünürəm, o məndən də yaxşı davam edir. Zamanla ayaqlaşırmı sizcə Mehri? Yarı bayarı, 50-50-yə. Elə şey var ki, o ayıb bilir özünə. Mənim anam nə deyər, atam nə deyər, mən onların üzünə necə baxaram. Baxaram, doğru. Siz necə belə hədəfə vurursunuz elə. Axı, cəmiyyəti görürük, Şəfiqə xanım. Cəmiyyətdə baş verənləri görürük, siz də izləyirsiniz bunları. Tələbələriniz var. Razısınız tələbələrinizdən, amma səmimi cavab istəyirəm. Davranışlarından, geyimlərindən, həyat tərzlərindən razısınızmı? Çox, Nə yaxşı. çox razıyam. Mən səmimi deyirəm. Mənə elə tələbələr düşüb. Çox tərbiyəli, çox qabiliyyətli, sözə qulaq asan. Qız tələbələrimdən danışıram. Oğlan tələbələrim də çox yaxşıdır. Bax, o qədər tərbiyəli mənim tələbələrim var. Sənədləri mən demərəm, lap güclü də olmasa, əsas odur ki, qanacaqlı, qabiliyyətli tələbələrim var. Və başqa tələbələrdən çox-çox ayrılırlar, seçilirlər. Bu nədən asılıdır? Müəllimdən asılıdır, yoxsa? Bilirsiniz, valideyndən asılıdır, evdə gələn var, tərbiyədən asılıdır. Sonra da əlbəttə mənim sinifimə gələndə ondan bundan soruşurlar. İndi cavan uşaqlardır, məni çox efirdə ola bilər görməsinlər. Amma adımı bilirlər, adımı eşidiblər. Onlardan da özlərini yığışdıra bilirlər. O aspektdən baxanda ola bilər ki, onlar bilirlər ki, kimin sinifinə gəliblər. Sizin sinifinizə gələn tələbələr mütləqdir ki, Şəfiqə İvazovanı tanımalıdırlar. Və bugün düşünürəm ki, gənclərin özü də Şəfiqə İvazovanı tanımalıdırlar.